Və həmçinin o məscid ədəblərindən birisi də girən adamın 2 rükət təhiyyə namazı qılmasıdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyərdi ki, məscidə girən namaz qılmamış oturmasın. Hətta bu imam xütbədə, minbər üzərində olsa belə hökm dəyişmir. Bir gün Allah Rasulü İbn Məcənin sünənində gəlib hədis, xütbə verirdi və sahabələrdən biri girir içəri və oturur. Allah Rasulü xütbəsini kəsir və deyir ki, qalx, 2 rükət namaz qıl, fəqət namazı xəfifləşdir, yəni yüngül qıl, çox uzatma. Və bu dəlildir ki, hətta imam xütbə verəndə belə sən təhiyyəni qılmalısan. Həmçinin məscidə girəndə ehtiyac yoxdur ki, uca səslə salam verəsən. Bəzən görürsən, qardaşlar məscidə gələndə qışqırıb salam verirlər. Yəni, bunun dəlili yoxdur sünnədən, ehtiyac yoxdur belə şeyə. Bəs necə edilməlidir? Tutaq ki, məscidə gəlirsən, təbii ki, məscidə girən adam, ola bilər, məscidə girərkən qarşılaşdığı ilk kimdirsə, ona salam verə bilər sakitcə. Həmçinin təhiyyəni harada qılacaqsa, məscidə girib, indi özü üçün müəyyən bir yer seçib, orada təhiyyəni qılır. Ora keçir, orada kimsə varsa qardaşlardan yaxınında, onlarla görüşər, əllə və ya dillə və sonra təhiyyəsini qılar və oturar. Aydındır, ehtiyac yoxdur ki, uca səsinə salam verəsən.